Salam değerli dostlar. Bu üçüncü gündür ki Xırdalanda bu su elə axır. Bütün yol boyu Azərkörkü bina tikinti zavodun qabağından düz svetofora kimi bu su 3 gündür belə axır. Heç bir su qurumu, kanalizasiya sistemi işçiləri heç kəsi maraqlandırmır bu su. Bax, dünyada su qıtlığı var. Azərbaycanda, Xırdalanda bələdiyyə, icra, nə bilim, insanlar belə sanki bunların vətəni deyilmiş kimi belə yeganə bir heyvanlığı ilə yəni bu qədər israf etmir daha. Yəni həm bu küçə zay olur, küçənin asfaltı örtüyü, həm su israfçılığıdır. Bax, 3 gün, 4 gündür bu su elə axır. Bir qurum maraqlanmır. Bu bələdiyyə, bu icra, bu qurumlar kimə və nəyə lazımdır onu anlamıram. Bax, zibil burada bu tərəfdə. Su buradan belə axır. Şır-haşır su axır. Bax, şırıl sular axır. Bütün maşınlar suyun içindən keçir. İnsan deyilən kəs narahat olmur. 3 gündür bu su belə şırıl axır. İnsan deyilən, vətəndaş deyilən kəs bundan narahatçılıq keçirmir. Baxın. Baxın değerli dostlar. Bakın. Bak, gör hardan hara bu su 3 gündür şırıl axır beləsinə. Bax, biabırçılıqdır. Bax. Sonra da deyir dövlət baxmır. Dövlət baxır. İnsanlar pis olub. İnsanlar beganə. İnsanlar vəhşi, agresiv olur. Baxın. Baxın, suyun içində elə gedir. Buna bir tədbir görən yoxdur.